Himayədar ailə anlayışını izah edərdiniz. Bu müqavilə əsasında olan qayğıdır, övladlığa götürmədən fərqlənir. Onlar düşünürlər ki, uşaqların keçmiş travmalarını silib ata bilməyəcəklər. Siz sadəcə sevginizi verin, zaten sevgi uşağın travmasının aradan qaldırılması üçün başlıca şərtdir. Həmin ailələrə hansı tövsiyələri verirsiniz? Valideyn himayəsindən məhrum olmuş uşaqların arasında sorğu keçirsək, görərik ki, onların 90%-i ailə arzulayırlar. Ailədə böyüsünlər. Himayədar ailələrdə yəqin ki, evdə öz uşaqları da var. Uşaq yaşından bir uşaq ailədə digər bir uşağa necə qucaq açılmağının nümunəsini görəcək. Uşaqlara bağlanıb sonra qaytarmaq qorxusuna görə himayədar ailə olmaq istəmirlər. Kifayətdir ki, gəlsin müraciət edin. Qalan məsələlər artıq bizimlə birgə addım-ba-addım bu yol keçilir. Asan TV-də və Asan Radioda müsahibə. Hər vaxtınız xeyir. Sizinlə mənəm Elşən Həmzəyev. Bugün müsahibəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət dəstəyi və alternativ qayğı modellərindən danışacağıq. Qonağım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla İş Departamentinin müdiri Cavid Şahbaliyevdir. Cavid bəy, xoş gəlmisiniz. Xoş gördük Elşən bəy. İstərdim ilk olaraq himayədar ailə anlayışını izah edərdiniz. İlk növbədə bunu qeyd eləyək ki, valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi dövlətimizin əsas məqsədlərindən biridir və bu məqsədlə də alternativ qayğı uşaqlara qayğı olaraq himayədar ailə qayğı növü yaradılmışdır. Himayədar ailə qayğısının əsas məqsədi ailə qayğısından məhrum olan uşaqları müvəqqəti əsaslarla himayədar ailələrə verməkdir. Bu müqavilə əsasında olan qayğıdır, övladlığa götürmədən fərqlənir. Əgər övladlığa götürmədə uşaq ailənin varisinə çevrilirsə və ailənin bir üzvü olursa, burada varislik yoxdur. Ailədə olduğu müddətdə uşağın hüquq mənafeyini nazirlik qoruyacaq. Ailə isə həmən müddət ərzində uşağa qayğı göstərəcək və buna görə də müvafiq müavinatlar dövlət tərəfindən ailəyə verilmiş olacaq. Maraqlıdır, bugünə qədər nə qədər uşaq himayədar ailələrə verilib? Elşən bəy, 23-cü ildən etibarən himayədar ailə qayğı modeli yeni bir qayğı modelidir. Azərbaycan üçün uğurdur uşaq müdafiəsi adına və hal-hazırki tarixə qədər 84 uşaq biz himayədar ailə qayğısına vermişik. Biz tez-tez himayədar ailələrin uşaqlara necə böyük sevgi bəxş etməsindən danışırıq. Sizə müraciət edən ailələrdə bu motivasiya nə dərəcədədir? Əslində bu bizim xidmətin ən həssas və ilk nöqtəsidir. Bizə sistemə müraciət edən müraciətçiləri incələyərkən bizim ekspertlər burada daha çox psixoloji filtr məhz almaq yoxsa vermək motivasiyasını təhlil etməkdir, ölçməkdir. Əgər övladlığa götürmədə uşaq ailənin daimi üzvü olursa, himayədar ailədə fəlsəfə fərqlidir. Burada bu sosial missiyadır. Burada məqsəd o qaranlıq, böhranlı, o keçid dövründəki çətinlikdə olan uşağa, valideyn himayəsindən məhrum olmuş uşağa həmin o müvəqqəti qayğını təmin etməkdir. Təbii ki, bizə müraciət edənlər arasında tənhalığım aradan geçsin, evdən bir uşaq səsi gəlsin deyən valideyn namizədlər də, müraciətçilər də olur. Biz bunu, bu insani duyğudur və biz bunu normal qəbul edirik. Yəni, vətəndaşların bu cür müraciətləri, belə bir istəkləri ki, bu niyyətlə prosesə müraciət edilsin, normaldır. Lakin biz təlimlərimizdə daha çox bunu aşılamağa çalışırıq ki, öz emosional ehtiyacınıza görə yaxınlaşsanız, sabahları sizə çətin olacaq uşaqdan ayrılmaq. Çünki müvəqqəti verilir uşaq sizə. Ayrılmaq çətin olacaq. Bunu emosional ehtiyac kimi yox, daha çox bir uşağın sevgiyə, qayğıya həmən an üçün ehtiyacı var deyə müraciət eləyin. Bu prosesə belə gəlin və əsas da məqsəd, fokus bundan ibarət olmalıdır ki, tənhalığınızı aradan qaldırmayın. Daha çox biz çalışaq uşağın travmalarını sağaldaq, uşağa həmən an üçün ailə sevgisini verək. Ya, bu cürünə gəlsəz, bu daha yaxşı motivasiya hesab olunur. Hansı ki, burada uşaq yönümlü, uşaq mərkəzli motivasiya hesab olunur bunlar. Yəni, belə vətəndaşlarımız, müraciətçilərimiz nə qədər çox olarsa, bir o qədər himayədar ailə qayğı modeli daha uğurlu özünü realizə etmiş olar. Cavid müəllim, bəzi ailələr xilaskar ola bilməyəcəklərindən çəkinib müraciət etmirlər və onlar düşünürlər ki, uşaqların keçmiş travmalarını silib ata bilməyəcəklər. Bəli. Sizcə bu narahatlıqlar
əsaslıdırmı? Başa düşdüm. Bu narahatlıqlar həm çox haqlıdır, həm də əslində burada bir dənə böyük bir dənə mifti yanır. İndi mən hər ikisini izah edəcəm. Haqlıdırlar ona görə ki, narahatlığı olan şəxslər çətin həyat şəraitində gələn valideyn himayəsindən məhrum olmuş uşaqların aydın məsələdir ki, onların özlərinə görə psixoloji travmaları, davranış problemləri, emosional çətinlikləri ola bilər. Və valideyn namizədlərin də tərəddüdü əslində məsələyə nə qədər ciddi yanaşdıqlarından, yəni məsuliyyətli yanaşdıqlarından xəbər verir, əgər bunu düşünürlərsə. Amma digər tərəfdən bu bir böyük bir mifdir. Ona görə ki, himayədar valideynin vəzifəsi uşağın keçmişində bir sehirli çubuqla bütün keçmiş travmasını silmək deyil. Biz valideyn namizədlərə, bizim müraciətçilərə adətən təlimlərimizdə bunu deyirik. Siz peşəkar terapevt deyilsiniz. Sizin işiniz uşağa sevgini, isti yeməyi, isti yataq otağını, isti evinizi vermək, onun üçün proqnozlaşdırıla bilən bir gün proqram müəyyənləşdirmək gün ərzində etməkdir. Amma uşağın travmalarının psixoloji və tibbi tərəflərini dövlətin müəyyənləşdirdiyi peşəkar mütəxəssislər sağaldacaq. Yəni, siz sadəcə sevginizi verin, zaten sevgi uşağın travmasının aradan qaldırılması üçün başlıca şərtdir. Biz də agentlik olaraq, komanda olaraq o uşağın hər hansı bir travması varsa əgər onun aradan qaldırılması üçün peşəkar dəstəyimizi əsirgəməyəcəyik. Cavid müəllim, bir çox potensial namizədlər öz daxili qorxularına görə müraciətlərini rəsmiləşdirmirlər. Düşünürlər ki, yəqin mən tam hazır deyiləm. Ümumiyyətlə, həmin o namizədlər nə vaxt tam hazır olurlar? Nə vaxt bilirsiniz ki, onlar tam hazırdılar və uşaqları onların himayəsinə vermək olar? Əslində, mən tam hazıram deməyin elə bir qaydası yoxdur. Yəni, məsələn, mən tutaq ki, bugün səhər yuxudan durdum, deyirəm ki, mən bugün himayədar valideyn olmaq istəyirəm. Yəni, hazırlıq məsələsi nisbi məsələdir. Çünki ən təcrübəli, beynəlxalq praktikada qlobal foster qayğı həyata keçirən şəxslər üçün də belə hər dəfə ailəyə yeni bir uşaq gələndə onlar həyəcanlı olurlar. Niyə? Çünki bu tamamilə yeni bir insandır və yeni bir insan öz dünyası ilə gəlir. Tamamilə bizə naməlum bir dünya ilə gəlir. O dünya bizə naməlumdur və hər dəfə də özünə məxsus çalarları, psixoloji çalarları, sosial məsələlər ola bilər. Amma insanlar ideal şəraiti gözləməməlidirlər. Evimi düzəldim, işimi düzəldim, iş yerimi dəyişim və s. deyə biz bu gündəlik müzakirələrimizdə bunları eşidirik. Bu klassik təfəkkürdə olan məsələlərdə biraz keçsin, mən himayəmə uşaq götürürəm. Çox arzulayıram, götürməyə çalışıram. İnşallah növbəti ildən götürüb deyib, amma məsələn illər keçdikcə yenə də gəlib o hazıram deyən valideynlər azdır. Burada qorxu məsələsi var. Amma bu qorxu uşağın sevgi ehtiyacından üstün ola bilməz. Yəni, axı sizi qorxduğunuz müddətdə sizin himayənizə, himayədar ailə evinizə möhtac olan uşaqlar da gözləyir axı. Bildiniz necə? Yəni, ona görə də qorxu üstələməməlidir. Biraz insan özündə o istəyi varsa, evini digər uşağa aça bilirsə, kifayətdir ki, gəlsin müraciətin. Qalan məsələlər artıq bizimlə birgə addım-ba-addım bu yol keçilir. Qorxunu dəf etməlidir ki, uşağı da sevgi ilə böyütsün. Qorxunu tanımalıdır, qəbul etməlidir ki, mən qorxuram birinci növbədə. Amma həm də onu bilməlidir ki, mənim qorxuma rəğmən mənim qayğıma ehtiyacı olan uşaq var və bu qorxu onu üstələməməlidir. Cavid müəllim, bir məsələ var ki, himayədar ailələrdə yəqin ki, evdə öz uşaqları da var və onlar istəyirlər ki, artıq yeni bir uşaq himayəyə götürsünlər. Bəs elə məqamda həmin uşaqların, yəni bioloji uşaqların psixoloji rəyi nəzərə alınırmı? Onların fikirləri öyrənilirmi? Bəli, nəzərə alınır, özü tamamilə yüksək səviyyədə biz bu prosesi eləyirik. Ona görə ki, biz təkcə himayədar valideynlərlə işləmirik. Əgər ailədə digər şəxslər də varsa, onlar da qiymətləndirmə prosesinə cəlb olunur və ələxüsusda evdə bioloji uşaq varsa, yəni ailənin öz doğma övladı varsa, bizim ailə səfərləri eləyən mütəxəssislərimiz o uşaqla təkbətək görüşürlər və onun himayədar ailəyə gələcək uşaqla bağlı gözləntilərini və qorxularını öyrənmiş olurlar. Bilirsiniz, bu proses əgər planlı şəkildə getsə, bu həmən bioloji uşaq üçün böyük deməli təcrübə olacaq. Çünki o orada həm insanlıq öyrənəcək, həm paylaşmaq öyrənəcək. Zarafat məsələ deyil. Uşaq yaşından bir uşaq ailədə digər bir uşağa necə qucaq açılmağının nümunəsini görəcək və bu onun gələcəkdə humanist bir şəxs kimi
böyüməsinə töhfə vermiş olacaq və himayədar ailələr olmaq istəyən şəxslər də bilsinlər ki, övladınıza verə biləcəyiniz ən gözəl hədiyyə ona onun olduğu ailəyə himayədar övlad gətirməkdir ki, o həmin o paylaşmaq mədəniyyətini danışıqdan yox, əməldən öyrənmiş olacaq. Bəzi vaxt cütlüklərdən biri, məsələn, ana himayədar ailə olmağa tam razıdır və istəklidir. Ata isə müəyyən dərəcədə tərəddüd edir. İndi bu qorxudan ola bilər, məsuliyyətdən ola bilər. Belə məqamlarda siz həmin ailələrə hansı tövsiyələri verirsiniz? Bu istiqamətdə hansı işlər görülür? Eşən bəy, bu tamamilə klassik bir vəziyyətdir və adətən də belə olur. Qadınlar daha hazırlıqlı və həvəsli olurlar. Kişilər isə tərəddüd içində olurlar. Bəzən maddi məsuliyyəti düşünürlər, riskləri düşünürlər, gələcəyi düşünürlər və biraz mühafizəkar yanaşırlar. Biz hər zaman bu ifadəni istifadə edirik o cütlüklərə yönəlik ki, önəmli olan eyni kitabı oxumaqda, hər ikisi eyni kitabı oxusunuz. Məsələn, biri 10-cu səhifədə ola bilər, deyək ki, indiki halda kişi, ata, biri deyək 25-ci səhifədə, ana o tam hazırdır. Fərq yoxdur da, eyni kitabı oxuyursunuzsa, yəni eyni vizyonu paylaşırsınız, eyni məqsədi paylaşırsınız. Yəni, hansı səhifədə olmağınız fərq etməz. Xırda-xırda addımlarla, kiçik-kiçik addımlarla kişini də bu prosesə razılaşdırmaq olar və biz belə olan hallarda tövsiyələrimiz nə olur? Gəlin konsultasiya görüşlərinə bizlə, himayədar ailə foster qayğı deyirlər də buna beynəlxalq terminologiyada, fosterlə bağlı bir filmə baxın. Yəni, xırda-xırda addımlarla, yəni zorla yox, məcbur eləyərək yox, sevə-sevə. Çünki bizim üçün önəmli olan o uşağın ki, gedəcək ailədə, cütlüklər arasında, yəni ər-arvaddırlarsa əgər, onların arasında həmən o bağlılığın, onların arasında sevginin olmasıdır. O sevgi uşağı yansıyır. Əgər o sevgi olmasa onların arasında, ondan uşaq da əziyyət çəkəcək. Ona görə biz bu prosesdə ümumiyyətlə himayədar ailə başlandığı gündən bu günə qədər könüllü əsaslandı. Heç kəsi məcbur eləmək mümkün də deyil və nə qədər könüllü olsa, bir o qədər də onun uşağa təsiri çoxalır. Yəni himayədar ailədəki olan uşaq həmin o mühitdən faydalanmış olur. Cavid müəllim, bəzi şəxslər uşaqlara bağlanıb, sonra qaytarmaq qorxusuna görə himayədar ailə olmaq istəmirlər. Bu qorxusu olanlara nə demək olar? Əslində bu bizim işimizin ən düyünlü yeridir. Çünki insanlar tamamilə haqlıdırlar və deyirlər ki, mən bu uşağı götürürəm, baxıram, qayğı göstərirəm, bağlanıram. Sonra onun bioloji valideyni, əgər bilirsiniz də, bioloji valideynlər müəyyən bir həyat şəraitinə görə və yaxud xəstəliyə görə və yaxud müəyyən bir asılılıqlara görə narkoloji və s. uşaqlara baxa bilməyəndə o ailələr o uşaqdan məhrum olmurlar. O bir müddətdən sonra özlərini müalicə eləyəndə və yaxud cəza çəkmə məsələsi gələndən sonra artıq uşaqları geri qaytara bilərlər. Və belə olan halda himayədar ailələr də bu qorxu onları narahat edir. Əslində onları narahat edən bağlılıq deyil, bağlanmaq gözəl hissi özləri də qəbul edirlər. Onları narahat edən həmin o kədər qəmdir, ayrılıqdakı kədər qəm. Bildiniz? Ona görə də burada məsələ nədir? Burada artıq himayədar ailələrdə özünü qoruma instinkti işə düşür və deyir ki, məsələn, mən bu prosesin sonunda kədərlənəcəm, mənə çox çətin olacaq. Biz vətəndaşlarla, qəbula gələn vətəndaşlarla danışanda onların ümumi ortaq kədəri, problemi budur himayədar ailə ilə bağlı. Amma burada vacib bir məsələ bilirsiniz nədir? O uşaq onsuz da himayəyə götürəcəyiniz uşaq, onsuz da bu həyatda o sevgidən məhrum olub. Və biz onları sevgisiz qoymamalıyıq. Bu, bizim himayədar valideynləri həmin o prosesdə mənəvi cəhətdən uca edəndə digərlərindən, o ucaldan da həmin o qorxularını aşmalarıdır. Ümumilikdə isə biz məsələyə belə yanaşırıq və təlimlərdə də ümumilikdə baxış da bu cür olmalıdır. Yəni fəlsəfəsi bunun budur ki, bəli, mən qəbul etməliyəm ki, uşaq ayrılanda mənə pis təsir eləyəcək, mən ondan ayrılacam, bəlkə də ağlayacam. Amma bu əsas verirmi ki, mən o uşağı sevgidən, qayğıdan, onun ən çox ehtiyacı olduğu anda məhrum edim? Yəni biz yetkin ürəyimizə sahib ola biliriksə, o uşaq körpə ürəyinə sahib ola bilmir axı. Onun körpə ürəyi qırılmamalıdır, ona qayğı göstərilməlidir. Və bu cəmiyyətə o şans verilib ki, onlar həmin o qayğıdan, himayədən məhrum olmuş uşaqlara öz yetkin qəlblərini, evlərini açıb qayğı göstərmiş olsunlar. Burada məsələ budur. Yəni, önəmli olan bizim travmalarımız deyil, ya bizim ayrılan anda yaşayacağımız kədər deyil. Önəmli olan indi o uşaqların keçirəcəyi, arzuladığı ailə arzusudur. Aşağı və yuxarı valideyn himayəsindən məhrum olmuş uşaqların arasında sorğu keçirsək, görərək ki, onların 90% ailə arzulayırlar. Ailədə böyüsünlər. Ona görə də onları bu arzusundan məhrum etmək doğrudan da
düz olmaz. Amma bu qorxu təbiidir. Amma bu qorxu olduğu müddətcə belə bu sizin pis namizəd olduğunuzu, pis ana-ata olduğunuzu və yaxud pis himayədar valideyn olduğunuzun göstəricisi deyil. Əksinə, sizin məsuliyyətinizin göstəricisidir. Sadəcə bu qorxuları qəbul edərək, hiss edərək, düşünərək bu prosesdə sadəcə bu səyahəti keçmək lazımdır. Kitabı sona qədər oxumaq olarsan onda. Bəli, elə olarsa kitabı sona qədər oxumuş olarsan. Cavit müəllim, təşəkkür edirəm maraqlı, faydalı müsahibə üçün. Elşən bəy, mən təşəkkür edirəm. Əslində bugünkü suallar demək olar ki, standartdan kənar birbaşa ailələrin, yəni namizəd olmaq, bəlkə də bizi ekran qarşısında izləyən insanların daxilindən keçirdikləri sualları siz bu günləri vermiş oldunuz. Mən buna görə təşəkkür edirəm və demək olar ki, ilk dəfə idi ki, mən efirdə sırf motivasiya və emosional narahatçılıqlara yönələk məsələləri müzakirə eləmiş olduq. Təşəkkürlər. Xoşdur, çox sağ olun, minnətdarıq. Belə, bugün müsahibəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət dəstəyi və alternativ qayğı modellərindən danışdıq. Qonağımız Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum edilmiş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmaliyev idi. Sizinlə mən idim Elşən Həmzəyev. Sağ olun, salamat qalın. Asan TV-də və Asan Radioda müsahibə.